Salam aleyküm, xoş gəlmisiniz qardaş. Aleyküm salam, hər vaxtınız xeyir olsun, xoş gördük. Buyurun, Tural qardaş da gəldi. İnşallah ikimiz danışın. Biz də qulaq asaq. Salam qardaş, axşamı xeyir. Hər vaxtınız xeyir olsun, yaxşı olasınız. Ümid edirəm siz də yaxşısınız. Səsim normal gəlir mənim. Gəlir. Bəli, dünənləri deyəsən Əfsər qardaş danışasıydı. Belə mənim üçün problem yoxdur. Sonra davam edə bilər yolundan. Yəni, bu gün yəni sizlə danışırıq, yoxsa gözləyirik Əfsər bəy? Elə mənlə danışaq qardaş. Bizim mövzumuz qalmışdı şey məsələsində, bu hədis gətirdiyimiz. Bəli. Onunla bağlı məsələdə. Çünki yarımçıq qaldı, həm də gec oldu da sağollaşdıq ki, təzən siz yenidən hədis gətirəsə onun üzərinə danışaq. Yarımçıq deyəndə mən bir dəlilimi təqdim eləmişdim və həmin dəlildə də siz mənim dediyim sözə gəldiniz. Əgər bunu yəqin ki, inkar eləməzsiniz. Hansı sözə gəldin, başa düşmədim, bir də dedim. Mən bir ziyarətnamədən ki, dəlil təqdim eləmişdim. Orada istidlalım bu idi ki, yəni ümumiyyətlə mövzunu bir dənə xülasə deyək, təzə qoşulanlardan da söhbətin nədən getdiyini bilsinlər. Bəs mən bunun üzərində eləyirdim ki, 12 İmam Zaman ağadan sonra gələcək 12 Məhdi elə həmin imamların özləridir. Bunun üçün dəlil gətirirdim. Keçən bəstə 2 dəlil gətirmişdim. Biri 12 imamın həm də Mehdi olmağına dəlil idi. Rəcətlə əlaqəsi yox idi onun. Şeyx Tusinin kitabından oxuduğumda. Bir də Misbahul Mütəhəcciddən oxuduğum ziyarətin bir hissəsində rəcətlə bağlı idi ki, orada da dəlilimizin məğzi bundan ibarət idi ki, həmin imam ki, rəcət eləyəcək, sağlığında hansı sifətləri özündə cəmləyirsə, həmin sifətlərlə də yenidən dünyaya qayıdacaq, rəcət eləyəcək. Siz də sonda qəbul elədiniz ki, bəli, imam hansı sifətləri sağlığında özündə daşıyıbsa, qaydanda da həmin sifətlər onda var. Belə idi, yoxsa yox? Nəsə səhv demişəmsə, düzəldim. Yox, indi cavab belə deyək də. Siz ziyarətnamədən gətirdiyiniz bu idi ki, imamların Mehdi olması ilə bağlı. Bunu biz inkar eləmirik. Mehdi olaraq rəcət eləməsi. Mən o dəlili imamların Mehdi olaraq rəcət eləməsinə dəlil gətirmişdim. Baba, icazə ver. Mən də axı İmam Sadiqdən olan hədisi gətirdim ki, İmam Sadiq buyurur ki, 12 Mehdi bizik, altımız gedib, altımız da yəni bundan sonra gələcək bu mənada olan hədisi dedim. Ki, yəni imamların Mehdi sifəti var idi. Bəli, bu Mehdi sifəti var. Ancaq 12 imamdan sonra gələcək 12 Mehdinin olması ilə bağlı hədis yoxdur. Yəni siz daha doğrusu iddia elədiniz ki, mənim əlimdə rəvayət var, dediniz bunu tapa bilmirəm. Yəni tapa bilmirəm. Mənim əlimdə hədis var. Keçən dəfə də əslində ona işarə elədim. Sadəcə olaraq bir dəlilim ortada zay olmasın deyənə həmin şeyi belə deyək də təqdim elədim. İşarə elədim ona. Camiə-i Kəbirə ziyarətnaməsini mən keçən səsdə də qulaq assaz işarə eləmişəm dəlil olaraq. Sadəcə olaraq onu irdələməmişəm, ətraflı qeyd eləməmişəm. Onu da ona görə eləmədim ki, mənim gətirdiyim Misbahul Mütəhəcciddən olan dəlil zay olmasın. Yəni onun üstündə bəs aradan qalxmasın. Və siz də qəbul eləyərsiniz yəqin ki, əvvəldə, bəli, siz o hədisi rəvayəti gətirdiniz ki, 6-sı gedib, 6-sı qalıb, bu hədisi gətirdiniz. Amma sonda siz də mənim kimi qəbul elədiniz ki, bir imam sağlığında hansı xüsusiyyətləri özündə cəmləyirsə, sifətləri özündə cəmləyirsə, rəcət eləyəndə də o sifətlər onda olacaq. Mən də dedim ki, həmin sifətlərdən də biri Məhdi sifətidir. Deməli, İmam Zaman ağadan gələcək
sonra gələcək 12 Məhdi elə həmin o 12 imamdır. Siz sonra məndən xüsusi dəlil tələb elədiniz ki, harda keçir ki 12 imam 12 Mehdi kimi rəcət eləyəcək. Düzdür? Bəli. Sizə dediniz var o rəvayətlərdə. Bəli, mən dedim ki 12 imamın 12 Məhdi kimi rəcət eləyəcəyinə dəlili mən gətirəcəm. Bu dəlili siz qəbul eləyərsiniz, eləməzsiniz. Bu ayrı bir şeydir. Ay sağ. Düz orası siz keçən bəhs barəsində dediklərimiz düzdür. Nədəsə mən yalan demədim, iftira atmadım. Sonda siz razılaşmadınız. Deyirsiniz razılaşmadığınız nə varsa onu deyin. Razılaşmadığımız budur ki, Mehdi sifət olaraq danışılmır. Mehdi məqamlıqdan danışır. İmamət onların məqamı idi. Mehdi bir sifətdir. Mənim Biz sifət qardaşım. olaraq danışmırıq. Əvvəla bu ayrım var. Bu ayrımın özü düzgün deyil. Bu ayrımın özü düzgün deyil. Mehdilikdə məqamdır. Siddiqlikdə məqamdır. Tabii icazə ver. İbrahim peyğəmbər də, Adəm peyğəmbər də, bütün peyğəmbərlər, höccətlər, Mehdi sifəti var. Bütün peyğəmbərlərdə. Allahın xəlifəsi. Hətta şiələrdə belə var. İcazə ver, məxsusi olaraq və onun xüsusiliyi var, bir də var ümumiliyi. Sifət olaraq bütün höccətlər, 124 min peyğəmbərin hər biri Mehdidir, imamlar Mehdidir, sifət olaraq. Ancaq bizim danışdığımız mövzu isə məxsusi 12 Mehdi məsələsi var ki, biz bununla bağlı bir neçə hədis var əlimizdə. Ki, imamlar birində özü İmam Sadiq əleyhissalam açıqlayır, hətta özü ki, Mehdili sifəti barəsində danışır, altısı gedib, altısı bundan sonra gələcək deyir. Ancaq bu 12 imamdan sonra 12 Mehdinin gələcəyi barədə işarə deyil. Çünki bu açıq bir söz deyil. Çünki İmam Sadiq əleyhissalam hədisin, keçən siz razılaşmadınız ki, hədisi bu şəxsi rəydir, imam öz dövründə deyib. Bəllidir ki, mən demədim. Onu siz dediniz. Siz ona istinad elədiniz ki, bu imam bunu öz dövründə dediyi üçün bu rəcətə aid deyil. Onu mən deməmişdim. Onu demək istəyirəm. Yəni bu rəcətdə onların Mehdi sifəti kimi, Mehdi kimi gəlməsinin, 12 Mehdi kimi gəlməsinin dəlili deyil. Bunun bizim əslində əsas məsələmiz bunun üzərindən oldu ki, 12 imamdan sonra 12 Mehdinin 12 imam kimi rəcət eləyəcəyini əsas dediniz əlimdə rəvayət var bununla bağlı. Sadəcə indi əlimdə deyil. Ki onun gərək mətnini araşdırdım. Mənim əsas mövzum oldu. Yəni mən mənim elə onda da əlimdə idi. Dəlilləşməyəcəm yəni. Mənim onda da əlimdə idi. Onda hətta o dəlilin adını da çəkmişdim, Camiə-i Kəbirə ziyarətnaməsini. Soruşmuşdum da, eşitmisiniz, oxumusunuz. O mənim onda da əlimdə idi. Amma mən o dəlilimin zay olmamağı üçün onu təqdim eləmədim. Onu mən dünən də qoşulub deyə bilərdim, həmin gün də danışanda deyə bilərdim. Deyin də o hədisi deyin. Deyəcəm deməli. Amma keçən dəfəki bəhslə bir də xətm eləyək o mövzunu ki, siz qəbul elədiniz ki, imam, mənim iddiam ümumiyyətlə nədən ibarətdir? Mən deyirəm ki, İmam Zaman ağadan sonra gələcək 12 Mehdi ilə 12 imamın özüdür. Siz deyirsiniz ki, İmam Zaman ağadan sonra gələcək 12 Mehdi 12 imam deyil, başqa Mehdilərdir, düzdür? Yox. Mən dedim ki, içlərində 12 imamdan olan da var. İmamın digər hədisində buyurduğu şiələrdən olanlar da var. O şiələrdən olanları mən inkar etməmişəm də. Yəni demək istədim ki, 12 imamı, necə ki İbrahim var, gəl izah verim. İbrahim o yana çox getməyək də, aydındır. Söhbət nədir? Aydındır. İbrahim bizim şiələrin, xülasəsi budur ki, mən o imamın şiələr barəsində dediyini inkar eləmədim. Dedim, izah verdim, amma inkar eləmədim. Dedim ki, bu imamın... Yəni mövzumuz əsas məsələ budur ki... Yəni məhəllə ixtilafımız bizim nədir? Mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, İmam Zaman ağadan sonraki 12 Mehdi elə 12 imamımızın özüdür. Rəcət eləyəcəklər, həmin o 12 imam yenidən imamət dönəmi olacaq, Məhdilik dönəmi olacaq, dövlətləri olacaq, əmr sahibi olacaqlar və s. və ilaxır. Siz isə deyirsiniz ki, o 12 imamın özü deyil, düzdür? 12 imamın 12'si də deyil. Bundan danışırıq. Bununla bağlı açıq dəlil yoxdur. Açıq dəlil siz nəyə deyirsiniz, onu mən
Siz keçən dəfə dediyiniz, iddia elədiyiniz hədisə deyirəm ki, Mən keçən dəfə iddia eləmişdim ki, 12 imamımızın 12 Mehdi kimi rəzətini dəlildir. 12 Mehdi kimi rəzət eləyəcəyi barədə dediniz hədis. Burada mənim məqsədim sırf 12 ədədinin keçməyi deyil. Ola bilər onun 12-sinə də cəm şəkildə xitab olunmuş bir indi mətni oxuyum ki, 12 deyə keçməsin, amma hamısına işarə olunsun. Yox. Sizin tələbiniz nə? O işarə deyil. Məsələn, mənim əlimdə hədis var ki. Mən sizə oxuyacağam. Siz Mehdilərdə üzrsən. Məsəl üçün ilk rəzət eləyəcək şəxslərdən İmam Hüseyn əleyhissalam barəsində hədis var. Bu deməkdir ki, digər 10 Əli əleyhissalamın rəzəti ilə də bağlı var. Bu deməkdir ki, 10 qalan 12 imam 12 Mehdi kimi də qayıdacaq. Budur dəlil. Yəni belə işarə edirsiniz. Onda mən belə başa düşdüm. Siz deyirsiniz ki, ya İmam Əli əleyhissalamla, İmam Hüseyn əleyhissalamla başqasının rəzəti olmayacaq? Olmayacaq yox. Baba qardaş, sözümü dəyişmək. Rəzət olmayacaq. Yox, dəyişmirəm. Mən soruşuram, maraqlanıram ki, yəni 12 Mehdi kimi qayıdışı ilə bağlı bildiyin ayrı hədis varsa, onu qoy ortaya. Onu heç mən indi oxuyacağam, dəlil olaraq müzakirə eləyərik. O öz yerində. Yox, əsas onu oxuyun. Yəni oxuyacağam. İndi mən sizdən bir dənə sual soruşmaq istəyirəm ki, bizim sizin düşüncəniz nədir ki, İmam Hüseyn ağa ilə İmam Əli əleyhissalamla başqalarının rəzəti olacaq, olmayacaq? Bütün imamlar rəzət eləyəcək. Yox, xeyr, bütün imamlar rəzət eləyəcək. Aha. Tamam, bütün imamların rəzət eləyəcəyini qəbul edirsiniz. Bir dəqiqə üzr istəyirəm, sözünüzü kəsirəm. Ana, burada o Mehdi zaman var, onu rədd elə də buradan bir dəfəlik. Tamam. Deməli bizim müştərək cəhətimiz budur ki, biz ikimiz də 12 imamın Mehdi olaraq rəzət eləyəcəyini qəbul edirik. Bəli. Siz məndən əlavə dəlil nəyi tələb edirdiniz? Mən elə bunu deyirdim də, bunu sübut edəcəydim. 12 Mehdi kimi rəzət eləyəcəyi barədə. Hətta siz onu demirsiniz ki, demirsiniz ki, biz ikimiz də 12 imamın Mehdi olaraq rəzətini qəbul eləyirik. Əzizim, bax, anlamadınız. 124 min peyğəmbərin belə rəzət eləyəcəyini inanırıq biz. 124 min peyğəmbərin rəzətinə. Bu o Səsiniz getdi. rəzət eləyər. Bir də mən şəxsən İmanda həddə çatanlar. İmanda kamilliyə çatmış şəxs. Buyur qardaş, sözün bayaq eşidilmədi sənin. Üzr istəyirəm, set probleminə görə arada problem yarandı. Xülasə rəvayəti oxumağımı istəyirsiniz, yoxsa elə 12 imamın rəzətini qəbul edib onun davam edir? Mən biraz açıq deyim sənə qardaş. Bax, 12 imamın da 124 min peyğəmbərin də rəzətinə etiqadımız var. Yəni bu bir mənalıdır. Necə ki 124 min peyğəmbər qayıdış eləyəndə rəzətində vilayət sahibləri, nə bilim öz dövrlərindəki kimi höccət olmayacaqlarına etiqad edirik. 12 imamın da 12 Mehdi kimi qayıdacağı ilə bağlı hədis yoxdur əlimizdə. Mən indi o hədisi oxuyaram, tamam. O 12 imam rəzət eləyəndə əmr sahibi olacaq, yoxsa üzərlərində əmr sahibi olan, beyət sahibi olan kimsə olacaq? Biz hədisdən danışırıq. Bildiyimdə mən sizdən sual soruşuram ki, 12 imam rəzət eləyəndə onlar əmr sahibi olacaqlar, yoxsa onlar kiməsə beyət eləyəcəklər? Əziz, birinci hədisi açaq, bir hədisi qoyaq. Oxuyacam da mənim qardaşım. Mən onsuz mövzuya hələ rəvayətə daxil olmamışam. Sadəcə burada hamı girib sizdən sual maraqlanmır. Elə bil o cahilin də biri mən. Bunu prosto səndən soruşuram ki, keçən və cahil deyəcək. Bildim, sadəcə həqiqətən mənim özümə maraqlıdır. Ona görə soruşuram ki, onunla bağlı tam səmimi deyirəm, etiqad olaraq nə deyim, mən o barədə belə geniş cavab verəcəm. Ya mən, ya qardaşlardan. Yəni mən ən azından bildiyim qədərini deyəcəm tam etiqad. Bu mövzuya həm də dəxaləti var deyənə soruşuram. Bizim əsas mövzumuz 12 imamın 12 Mehdi kimi qayıdacağı ilə bağlı, rəzət edəcəyi ilə bağlı hədisin olub olmamasıdır. Bununla bağlı yekunlaşdıraq, ondan sonra dediyim kimi də elə biz danışarıq, sən sualları verərsən, bunun üzərində danışarıq. Aydındır. Mən indi rəvayəti oxuyuram. Sadəcə olaraq bunu
maraqlandığım üçün soruşuram ki, o 12 imam ki rəcət eləyəcək ya, əmr sahibi olacaqlar, yoxsa özləri kiməsə beyət eləyəcək? Qardaş, birinci bir dənə hədisi gətir. Yəni mənim təqdim eləyəcəyim dəlildə rol oynayır həm də. Ona görə mənə maraqlıdır. Əzim keçən dəfə şərt qoymazıq. Dediniz əlimdə dəlil var ki, 12 imam 12 Mehdi kimi rəcət eləyəcək. İndi deyirsiniz sizin etiqad nədir? Onun üzərindən mən bilim. Etiqad demirəm, sual soruşuram. Bilmirəm, sual soruşuram. Bu etiqadi sual. Camiyə Kəbirə ziyarətnaməsi deyirsiniz, eşitmisiniz. Aha, bəli. Bizim ziyarətnamələrin içərisində bəlkə də ən mötəbəridir. Ya da ən mötəbərlərindəndir deyək. Əgər ən mötəbəri olduğunu deməsək, ən mötəbərlərindəndir. Hansı ki, Şeyx Tusi öz kitabında nəql eləyir. Mən oxuyacağım mətn Şeyx Səduqun Məndayəhsi Ruhul Fəqihindən olacaq. Bir çox qədim alimlərimiz İbn Məşhədi özünün Məzarul Kəbirində nəql eləyir və s. və ilaxır. Yəni bu ziyarətin mötəbərliyində müşkül yoxdur. Raba Muhammed ibn İsmail Bərməki deyir ki, Həddəsənə Musa, mən bu ziyarətnamənin bəzi hissələrinə işarə edəcəm, hansı ki, belə deyək də, orada mövzu ilə bağlı keçir. Üçün ziyarətnamə çox uzundur, əvvəlindən axırına qədər oxumayacam. Əhl-i Beytin fəzilətlərini, sifətlərini məth eləyən, zikr eləyən ziyarətnamələrdəndir. Deyir ki, Musa ibn Abdullah... Elə onunla bərabər, elə oxuyandan sonra bir dənə zəhmət elə bu səhifəni Aropla Azərbaycan şeyinə də göndərərsən. Canlı açıb oxuya da bilərəm belə. Bir dənə mən yaxşı bilmirəm, bir dənə kameranı bir dənə açmağa cəhd eləyim. Anar, Tural üzr istəyirəm, qardaş açana qədər heç açmasa da olar. Axırda bir dənə rəvayət kimdən istisna edilir və yaxud da ki qardaş həmən o oxuduğu ki duaçı var, hansı höccət tərəfindən təsdiqlənib, onu bir dənə ətraflı məlumat verir zəhmət deyilsə. Siz görürsünüz rəvayətin mətnini. Aydın görünmür. Screen eləyə bilərsən qardaş onu. Screen kimi eləyəsən. İndi ekranı qoyasan, belə profil şəkli kimi də, belə deyək, əsas şəkil kimi. Onu yaxşı bilmirəm mən, sözün açığı. Etsin, onu da oxuyun, biz sonra baxarıq. Rəvayət xülasə budur. Sonra mən deyərsizdən mənə sırf nömrəni qeyd eləyərik. Oxuyun hələ, zəhmət olmuş. Oxuyun, problem yox. Bir dəqiqə, bir dənə qatıb qarışdırmayayım. Tamam. Yəni, üzr istəyirəm. Aha, səsə qayıtdı. Deməli, 3231-ci hədis. Deyir ki, Musa ibn Abdullah Ən-Nəxəyi dedi. O qardaş soruşurdu, hansı imam təsdiqləyib? İmam təsdiqləyib yox, bu imamın sözüdür. İmam Hadə əleyhissalam. O zaman sizə bir dənə şey deyim. Bəzi nəql olunan rəvayətlər var. Məsələn, səhabə deyir ki, imam bu cür dedi. Bu rəvayətlərə nəzərən ziyarətnamə və dualarda olan sözlər, belə deyək də, dəlillik baxımından bəzən daha qüvvətli götürülür. Ona görə ki, ziyarət və dualar tovqifi sayılır. Yəni, bəzi rəvayətləri, hədisləri imamlar məna ilə nəql eləməyə icazə veriblər. Amma dua və ziyarətnamələr var ki, imam deyir, mən necə deyirəmsə elədir. Məsələn, Qəriq duası ki var, məşhur. Ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya Müqəllibəl qulub, səbbit qəlbə alə dinik. Həmin bu duanı imam səhabəyə örgədəndə deyir ki, səbbit qulubənə və əqdamənə. İmam deyir ki, elə demə, mən səni necə deyirəmsə elədir. O baxımdan dua və ziyarətnamələr tovqifi olduğu üçün bunun mətni imama birbaşa nisbət vermək baxımından, əgər sənəd səhih olmuş olsa, birbaşa imama nisbət vermək baxımından daha qüvvətli sayılır. Buna əlavə məlumat kimi dedim. Deməli, deyir ki, mən Əli ibn Muhammed ibn Əli sənəd gedir Əli əleyhissalama qədər, yəni İmam Hadə əleyhissalam. İmam Hadə əleyhissalama dedim ki, yəbnə Rasulillah, ey Peyğəmbər övladı, Əllimni yəbnə Rasulillah qovlən əquluhu bəliğən kamilən izə zurtu vahidən minkum. Mənə kamil, bəlağətli,
elə bir söz örgət ki, sizlərdən hər hansısa birini ziyarət eləyəndə ondan ziyarət eləyim, o sözləri deyim. Burada sizlərdən deyəndə söhbətin kimdən getdiyini yəqin ki, aydındır da. İmamlardan. İmam Hadi əleyhissalamdan ravi soruşur ki, mənə ata-babalarınızı sizlərdən birini ziyarət eləyəndə deyəcəyim bəlağətli, gözəl söz örgət ki, onunla ziyarət eləyim. İmam əleyhissalam buyurur ki, əgər qapıya yetişdin, indi hansı imamı ziyarət eləyirsənsə, kəlmə-i şəhadətidir, qüsul halında olduğun halda kəlmə-i şəhadətidir, daxil olandan sonra, qəbri görəndən sonra Allahu Əkbər de, ta bunları deyəndən sonra nələri elə, daxil olandan sonra bu sözləridir. Sümmə qul, bu sözləridir. Yəni bu sözlər var ha, bu sözlər imamların, İmam Hadi əleyhissalamın özünü, öz imamları vəsf etdiyi sözlərdir. Səhabəyə öyrədir ki, bizi ziyarət eləyəndə bu sözlərlə ziyarət elə. Aydındır bura qədər. Ondan sonra ziyarət başlayır. Əssalamu aleykum ya əhlə beytin nübüvvə və mavdi'ər risalə, ta gəlir. Mən bəzi yerlərinə demişəm, işarə eləyəcəm. İmam Zaman ağa ilə də bağlı olan digər imamların müştərək fəzilətinə işarə eləyən yerlərə də həmsinin. Gəlir bu yerinə ki, salam olsun sizə ey dəvət eləyən imamlar, hidayət rəhbərləri və s. və ulul əmr, əmr sahibləri və bəqiyyətullahi və bəqiyyətilləhi və xiyarətihi və hizbihi. Ey Allahın, və bəqiyyətullah biz İmam Zaman ağanın ləqəbi kimi bilirik, düzdür. Amma bu ziyarətnamada İmam Hadi əleyhissalam digər imamlar üçün də bəqiyyətullah ləqəbini deyir. Allahın yer üzərində saxladığı, əta etdiyi, hədiyyə etdiyi yer üzərinə və xeyirliləri və Allahın yer üzərindəki hizbi, dəstəsi. Gəlir bu hissəsinə. Və əşhədu ənəkumul əimmətur raşidun. Şəhadət verirəm ki, sizlər raşid olan, doğru yola hidayət edən imamlarsınız. Əl-Məhdiyyun. Məhdilərsiniz. Və hamısına İmam Hadi əleyhissalam bütün imamlara xitabən deyir ki, sahabəyə öyrədir ki, bizi ziyarət edəndə bu cürdür. Şəhadət verirəm ki, siz rüşd sahibi olan imamlarsınız, məhdilərsiniz, Allah tərəfindən hər biriniz hidayət olunmuş və insanları hidayət eləyənsiz. Əl-mə'sumun, məsumlarsınız. Əl-mükərrəmun, ki Allah tərəfindən kəramətləndirilmişlərsiz. Əl-müqərrəbun və Allaha yaxın edilmişlərsiz. Bundan sonra davam eləyir muttəqun, sadiqun. Onları mən qeyd eləməmişəm, müqərrəbuna qeyd eləmişəm. Niyə? Çünki sizin vəsiyyət kimi qeyd elədiyiniz hədisdə bəzi yerlərdə Məhdiyyun gəlir, o öz oğluna, Mehdilərdən olan oğluna. Bəzi yerlərdə əvvəlin müqərrəbin gəlir, müqərrəb. Bu baxımdan bütün imamlara İmam Hadi əleyhissalam müqərrib deyə xitab eləyir. Bu öz yerində ki, İmam Hadi əleyhissalam özlərini Məhdi kimi vəsf eləyir. Bunda ixtilafımız yoxdur. Siz də qəbul edirsiniz ki, 12 imamın hamısı Məhdi idi. Bu bir dəlili Məhdilik barəsində, indi rəcəti barəsində. Həmin bu xitab elədiyi şəxslərin barəsində İmam Hadi əleyhissalam gəlir deyir ki, şəhadət verir, Allahı və sizi şahid tuturam ki, mən sizə iman gətirmişəm və s. və ilaxır gəlir bu yerə. Allahı və sizi şahid tuturam ki, Mu'minun bi iyabikum. Mən sizin qayıdışınıza iman gətirmişəm. Sizin qayıdışına. İyab, zihab və iyab. Zihab gedişə deyilir. İyab qayıdışa. Mən sizin qayıdışınıza iman gətirmişəm. Bu kimin qayıdışıdır? Həmin o Mehdi olan imamların. Musaddiqun bi rəcətikum. Mən sizin rəcətinizi təsdiq edirəm. Kimin rəcətini təsdiq edirəm? Məhdi olan imamların rəcətini təsdiq edirəm. İmam Hadi əleyhissalam səhabəyə deyir ki, bu cürdür. Muntəzirun li əmrikum. Sizin əmrinizi gözləyirəm. Mən qəbrinin kənarında dayandığım kəsin hansı əmrini gözləyə bilərəm? Yəni, hakimiyyət dönəmində gələcək əmr sahibi olacaq, o əmri mən gözləyirəm. Murtəqibun li dövlətikum. Və sizin dövlətinizi gözləyirəm. Təsəvvür etsən, qəbrinin kənarında olan adama deyirsən ki, mən sənin dövlətini gözləyirəm.
Bu həmin o Mehdi olan, müqərrəb olan imamın qayıdışı, rəcəti barəsində olan dəlillərdən biridir. Ta gəlir bu yerə qədər. Mən ziyarətnamənin hissələrini deyirəm, aralarında fasilə var ki, orada davam eləyir də, o mövzu ilə əlaqəli deyil deyənə keçirəm oranı. Və nusrati lakum muaddə. Mənim köməyim sizin üçün hazırdır. Nə vaxta qədər? Nə zaman? Hətta yuhyiyallahu dinəhu bikum. Allahın sizinlə dinini dirsəldəcəyi gündə mənim köməyim sizin üçün hazırdır. Və yaruddakum fi əyyami. Və günlərinə sizi qaytaracağı zaman mənim köməyim sizin üçün hazırdır. Və yuzuhirakum li ədli. Ədaləti üçün sizi zahir etdiyi, zəhərə, zahir, zuhur eyni mənalıdır. Zahir etdiyi gündə mənim köməyim sizin üçün hazırdır və yuməkkinakum fi ərdi. Sizi öz yerində hakim edənə qədər o vaxt mənim sizə köməyim hazırdır. Davam edir. Fəməəkum məəkum la məəduvvikum. Bizlə mövzu ilə əlaqəli deyil deyənə keçirəm. Bütün bunların hamısı, keçən dəfə oxuyanda qardaş İrad bildirir ki, 2 dənə rəvayəti eləyirsən eləməyə. Bütün bunların hamısı İmam Hadi əleyhissalamın dilindən gəlir ki, özünü vəsf eləyəndə deyir ki, bizim barəmizdə ziyarət eləyəndə denən ki, biz Məhdiyik. Şəhadət verirəm ki, siz Məhdisiz, müqərrəbsiz, Allaha yaxın edilmişlərsiz, mükərrəmsiz və s. və ilaxır. Və həmin imamların barəsində də gəlir, deyir ki, mən şəhadət verirəm, Allahı və sizi şahid tuturam ki, sizin qayıdışınıza, rəcətinizə, sizin əmr sahibi, rəcətdə əmr sahibi olacağınıza, qaydanda əmr sahibi olacağınıza, sizin dövlət quracağınıza, o zaman da mənim sizin köməyimin sizin üçün hazır olduğunu Allahı və Peyğəmbəri şahid tuturam. Xülasəsi budur. İndi sizin mülahizələriniz varsa, buyurun, qeyd eləyin. Qardaşım, mən hələ də bax, diqqətlə qulaq astım, yəni müdaxilə eləmədim ki, yəni o sözü eşidim. Biz rəcətinə də, bu ayaq dediyim kimi, rəcətinə də etiqaddayıq. Onların etiqadlı olduğuna. Mən hələ də burada eşidə bilmədim ki, 12 imamın, 12 Mehdi kimi rəcət eləyəcəyinə bağlı heç nə. Siz nə gözləyirsiniz ki, 12 rəqəmi ilə gəlmiş hədisi deyim? Mən sizə 12 rəqəm olaraq vəd verməmişəm. 12 imamın Məhdi olaraq rəcət eləyəcəyinə dəlil vəd etmişəm. 12 imamın 12-sinin də, düzdürmü? Burada sahabə deyir ki, sizlərdən birini, hər hansısa birini, hətta rəvayətin bir hissəsində gəlir ki, mənim bu dediklərim sizlərdən keçmişinizin də barəsində keçərlidir, gələcəyinizin də barəsində keçərlidir, şahidinizin, yəni hazırınızın da, qaibinizin də barəsində keçərlidir. İmam 12 imamı ziyarət eləmək üçün səhabəyə sözlər örgədir. Özdə bu sözləri dəyişdirmək, imamın sözünü dəyişdirməkdir. Bizim buna bir ixtilafımız yoxdur. Aydın da bu 12 imamın dövlət sahibi olaraq qayıdışının, Məhdi olaraq qayıdışının dəlili deyil. İradımız budur ki, siz deyirsiniz ki, 12 imamın əlimizdə rəvayət var ki, elə bu ziyarətnaməni də sayaraq deyirəm, ki, ziyarətnamədə də qəbul elədik ki, hətta ziyarətnamədə olsun, eşidək ki, 12 imam rəcət eləyəcək, 12 Mehdi. Bu rəvayətin əvvəlində deyilən 12-sinə də aid deyil. Onsuz da bu ayrı-ayrılıqda var idi də. Ümumən var ki, 12 imam rəcət eləyəcək, bəli. Mənim iddiam olub da, mənim iddiam başqa nə olub ki? Açıq-aşkar, icazə ver. İmam Sadiq Elsam açıq-aşkar deyir ki, 6'sı gedib, 6'sı yəni özü ilə bərabər deyir, İmam Sadiq Elsam. Yəni 6'sı bundan sonra gələcək deyir, 6'sı keçib gedib, 6'sı da gələcək deyir. Bu da bəllidir ki, 12 Mehdi sifəti onlarda var. Ancaq 12 imamdan sonra rəcət eləyəcək 12 Mehdinin 12 imam olması ilə bağlı bu dəlil deyil. Necə dəlil deyil, qardaş? Buradakı imam özü... Bu dəlil deyil. Sən bundan işarə götürürsənsə... İşarə yox, dəlil olmadığını necə ispat edirsiniz? Bir dənə İrəm, mən... Soruşurlar ki, mən deyim də, açıq-aşıq necə olur. İmamdan soruşurlar ki, Yabni Rəsulallah, sizin deyir... Bir dənə də üzr istəyirəm. Mən sizə əvvəlcədə deyəcəydim, yadımdan çıxdı. Mümkündürsə, əgər siz də hədisləri təqdim eləyə bilirsinizsə, təqdim eləyərsiniz də, zəhmət olmasa. Bu dəqiqə deyim, uşaqlar,
kimsə qardaşlardan varsa bir dənə desinlər hədisin. Ərəbcə mətni Hədisi oxu, olsun. mən mənbəsini yazaram aşağıda. Ərəbcə mətni olmuş olsa, zəhmət olmasa təqdim eləyərsiniz. Mənbəsini atacam sənə, qardaş zəhmətlisin. Qardaş oxusun, mən səni tağ edib yazacam sən aşağıdan, sən götürüb baxarsan inşallah. Onu mən tamamlayandan sonra da gərək baxım da, belə bəhs əsnasında baxamıram. Mənbəni götürüb qeyd eləyərsən. Yazıb baxarsan bir də. Yəni o düz olmayacaq, gəlib irad bildirərsən də. Yəni biz mən Yox, düz olmaq baxımından yox. Əsasən ərəbcə mətnindən müraciət etmək baxımından. Necə? Ərəbcə mətnə müraciət eləmək baxımından deyirəm. Allah, eşitmirəm qardaş, bir də de. Ərəbcə mətnə müraciət eləmək baxımından deyirəm. Mənbənin düz olub olmamaq baxımından demirəm. Aha. Ha, düz. Onun ki imamdan soruşurlar ki, biz sizin babavızdan eşitmişik ki, 12 imamdan sonra 12 imamın olacaq. Deyir, xeyr, 12 imamdan sonra 12 imam yox, 12 Mehdi olacağı ilə bağlı. Əgər orada biz deyilən 12 imamdan sonra 12 Mehdinin gəlişi ilə bağlı hədis belə deyək də, o peyğəmbərdən gələn əgər elə olsaydı, imam sifəti ilə peyğəmbər onları deyərdi. O zaman bir zəhmət olsa o hədisin mətnini at mənə. Mən o hədisi mən oxumuşam. İnnəmə qalə Məhdiyyən və ləm yəqul imamən. Ərəbcəsini deyirəm də mən sizə. O hədisi deyirsinizsə oxumuşam. Ehtiyac yoxdur. Hədisin mənbəsində. Burada açıq-aşkar, bu hədisdə açıq-aşkar. 12 imamdan sonra 12 imamın özünün gəlişinin olmadığını işarə verir. Çünki imam özü etiraz edir ki, yəni 12 imamdan sonra 12 imamın gələcəyini demir. 12 Mehdinin gələcəyini deyir. Əgər olsaydı ki, 12 imamdan sonra siz deyən irad kimi ki, 12 Mehdi elə 12 imamdır, imam buna irad bildirməzdi. Qardaş da atdı, Biharul Ənvar, Cild 53. Və sağ şiyada da var, indi onu axtarıram, onu tapım atıram. Mehdilər babı. Qardaş da oxumuşam. Ehtiyac yoxdur. Mən o hədisi görmüşəm. Ehtiyac yoxdur. Mehdilər babında yox, o səhv eləmirəmsə Biharul Ənvarda Məhdinin övladları barəsində olandadır, yoxsa əl-qərəz, önəmli deyil. Aha. Siz bundan sənin iddian buydu ki, 12 imamdan sonra 12 Mehdi, 12 imam, 12 Mehdi kimi gələcək. Bəli. Bununla bağlı da hədisdə mənim bir dənə qalxma səbəbim bu da. Yəni ki, keçən əvvəlki iddianı eşitmək istədim ki, o hədisi təqdim eləyəsən, təqdim eləməyəcəyin halda deyəsən ki, qardaş mən hədis təqdim eləmişəm. Mülahizəmiz qəbul eləyib eləməməyimiz ayrı şeydir. Mən sizə bayaqçı ziyarətnaməni keçdik. Bəli, mən sizə 12 rəqəm olaraq hədisdə 12 rəqəm olaraq keçsin. Bunu vəd etməmişəm. Keçən səslərə də qulaq asın. Orada demişəm ki, bu ziyarətnamədən əvvəl, bu ziyarətnamə. Siz heç olmasa bu ziyarətnamədə söhbətin nədən getdiyini, yəni tam qəbul elədiniz, başa düşdünüz nədir? Aha. Mənim yəni dəlilimin nə olduğunu başa düşdünüz? Başa düşdüm, amma dəlil deyil bu. Bu sizin fikrinizdir, dəlil deyil. O sizin fikrinizdir, dəlil deyil. Mənə görə də sizin dəliliniz dəlil deyil. Əziz qardaş, dəlil deyil də. Yəni bu zədər eləməyin adı yoxdur. Bu dəlilin ən güclülərindəndir. 12 imamın rəcəti ilə bağlı hədis var. 12 imamda Mehdi sifətinin olması ilə də bağlı hədis var. Ancaq 12 imamdan sonra 12 Mehdinin gəlişi 12 imam olduğu ilə bağlı dəlil deyil. Mənim qardaşım, bax, görürsünüz, siz mənim cavabımı başa düşməmişsiniz. Siz ziyarətnaməni oxumamışdan qabaq, bax bu ziyarətnaməni oxumamışdan qabaq. Biz özümüz dedik ki, etiqad budur ki, 12 imam rəcət eləyəcək. Bir bu etiqadı dedik və 12 imamda Mehdili sifətinin olması... Tamam, onu mən də deyirdim. Onda məndən 12 dənə imamın rəzəti barəsində... Bunun hansı nəyə dəlil olaraq gətirir? Bunu mən ona dəlil olaraq gətirmişəm ki, burada imam sağlığında imam olan kəsləri Məhdi kimi tanıtdıraraq rəcət edəcəklərini bizə bəyan eləyir. Dövlət sahibi olacaqlarını, əmr sahibi olacaqlarını bizə bəyan eləyir. İmam, siz söz davası eləməyək də burada. İmam, xəlifə, vəli, ulul əmr, əmr sahibi... İddianı sən eləmişsən, qardaş. Mən sizə bir dənə söz deyirəm. Əlindəki rəvayət deyir ki, 12 imamdan sonra gələcək 12 Mehdi ilə 12 imamın özüdür. Bir dənə mən qulaq asın. Mən iddiamı da ispat eləyirəm də.
Muntazirun li əmrikum. Mən sizin əmrini, əmr sahibi imam deyil. Ulul əmr, imamətin dəlillərindən biri ulul əmr ayəsidir də, düzdür? Vacib deyil ki, hər yerdə imam gəlsin. Aha, bəli. Ulul əmr, əmirul müminin, əmr sahibi, möminlərin əmiri. Bu imam deməkdir də. İmam burada deyir ki, mənə çıxartmıram, mənası budur. Mən əlavə eləmirəm ki, Qulam Əli təkcə imam deyil. qardaş müdaxilə eləmə. Bizim əvvəlcədən danışığımız olur ki, bir-birə danışırıq. Peyğəmbərlər Mehdi sifətindədir. Bax, icazə ver. Bütün peyğəmbərlərdə Mehdi sifəti var. Düzdür? Buna razılaşırıq. Bəli. Nəinki bütün peyğəmbərlər. Bir dənə hədis var ki, imam deyir ki, orada hidayət kəlməsini deyir ki, bu Ali Muhammedə və onların şiyələrinə aiddir. Bütün peyğəmbərlərin qayıdışı elə Mehdi kimi qayıdacaq. Yəni 12 Mehdidən söhbət gedir ha. O sifət onlarda da var. Peyğəmbərlərin hamısında o sifət var. Hamısı Mehdi kimi gəlsə də, sualı üzvə qaytaram, qardaş. Bax, sualı üzvə qaytaram. 124 min peyğəmbərin qayıdışı. Peyğəmbərlərin qayıdışı. Siz etiqad eləməsəz belə. Peyğəmbərlərin qayıdışı. siz hardan çıxartsın amma etiqad edirəm. Mehdi sifəti ilə qayıtmağına qayıdacaqlar yoxdur. O peyğəmbərdirsə artıq Məhdidir. Əhsən, hə, Mehdili sifəti var bunda. Deyə bilərsənmi ki, elə 12 Mehdinin özüdür onlar? Bəli, çünki hidayət höccətdən ayrıla bilməz heç vaxt. Mehdilik xüsusi olaraq imam demədim. Mən imam demirəm, Mehdidən söhbət edirəm. Hə. 12 Mehdi. Bax, bütün peyğəmbər imam. Bu peyğəmbərdirsə, hidayət onda var ucu. Mümkün deyil, yəni Allah tərəfindən hidayət olunmuş kəsdir. Məsələn, əfəmən yəhdi iləl həqqə əhəqqu ən yuttəbə, əmmən la yəhdi illə ən yuhtə, ma ləkum keyfə təhkumun. Allah tərəfindən hidayət olunduğu halda insanları hidayət edənə tabe olmaq haqdır, yoxsa hidayət edə bilməyən birinə tabe olmaq haqdır? Sizə nə olub, necə hökm edirsiniz? Bütün, aydındır da bir dənə... 124 min peyğəmbərdən qayıdış olanlar, bəli. Həmin bu sadalanan 12 imamdan sonra gələcək 12 Mehdilərdir. 124 min 12 necə ola bilər? Aysa, ola bilməz də, düzdürmü? Aha. Ola bilməz. İndi sual budur. Mehdi ola bilərlər, əmr sahibi olan Mehdi olmayacaqlar. Gələcəksə Mehdidir. Sən də bizim dediyimiz budur, bax qardaş. Əmr sahibi olmasından gedir. Bizim dediyimiz budur ki, sən dəlil qoya biləcəksənmi ki, 12 imamdan sonra qayıdacaq, gələcək 12 Mehdi, elə həmin 12 imamın özüdür. Bununla bağlı açıq dəlilin var. Qardaş, qoyacaqsan nədir? Birini keçən dəfə isbat eləmişəm, sən də qəbul eləmişsən. Qəbul eləməm. Nəyə qəbul eləmişəm? Burada özü inkar edirsən. Sən demədin ki, imam sağlığında nədirsə, sifətləri onda varsa, qaydanda da o sifətlər ondan gələcək. Zaten sifətdən danışmırıq, əmr sahibliyindən danışdıq. Gördün, özün iddia elə dedin. Əmr sahibliyinin dəlilidir bu indi oxuduğum ziyarətdə. Hansı ziyarətdə necə getdi o? Necə keçdi? Mən sizin əmrinizi gözləyirəm, dövlətinizi gözləyirəm. Bundan başqa da yuxarıda salam verəndə deyir, ulul əmri minkum. Özün oxuyanda ziyarətnamənin əvvəlində dedin, bizlərdən birini belə ziyarət eləyəndə bu duanı oxu, düzdürmü? Birini belə yox, hər hansısa birini. Yəni kimi istəsə, Əli əleyhissalama da getsən, bu sözləri deyil. Digərlərini... Hə. Onların 12 imamın təzədən qayıdışı var ha, 12 Mehdinin gəlişi var ha, 12 imamdan sonra. İmam burada özlərdən Mehdi deyir. Onlar 12 Mehdi kimi qayıtmış oldular. Necə? Məna vermir, qardaş, məna vermir. Məna vermirəm, qardaş, ziyarətnamənin mətnini oxuyuram. Nə məna vermir? Ziyarətnamənin mətnini oxuyuram. Əzim, əmr sahibi olaraq peyğəmbərlər də əmr sahiblərdir. Biz deyirik ki, sizin bütün peyğəmbərlərin əmr sahibi olduğunu etiqad edirik. Bu deməkdir ki, xeyr, bütün peyğəmbərlər eyni vaxtda əmr sahibi ola bilməz. Həzrəti İsa əleyhissalam İmam Zaman ağa ilə bir yerdə zuhur eləyəndə əmr sahibi hansı olacaq? İmam Zaman əleyhissalam, əhsən. Hə, indi İsa da əmr sahibidirsə necə olur? Baba, diqqətlə qal. İsa əleyhissalamı da Mehdilik sifəti
onun zuhur elədiyi vaxtda o sifət onda qalır yoxsa yox? Ay qardaş, o peyğəmbərdirsə artıq Mehdidir. Mehdilik xüsusi olaraq niyə görə bildirilir? Çünki qulaq imam məsələsində Mehdilik. Sən öz dediyinlə gedirəm. Qardaş, sən özün bunu deyirsən ki, Mehdi sifəti qalırsa demək 12 Mehdidəndir. Mən də deyirəm ki, mən 12 Mehdidən dedim. Bax, görsən mən 12 Mehdi, İsa əleyhissalam 12 Mehdidəndir deməmişəm. Biz başqa Mehdidən danışmırıq. Biz 12 Mehdidən. Mən İsa əleyhissalamın 12 Mehdidən olduğunu deməmişəm. 12 imam rəcət eləyəndə onlarla bahəm peyğəmbərlər də rəcət eləsə, şiyələr onların əshabından olan şiyələr də olacaq. Hamısı Mehdi ola bilər. Amma bu Mehdi kulliyyun müşəkkik deyirlər. İzah eləyim bu nə deməkdir? İzaha ehtiyac yoxdur. Yox, var. Bilirəm ki, bilmirsən, qoy izah eləyim fikrimi. Qoy izah eləyim. İsa məsələsini mənə deyən ondan sonra. İsa əleyhissalamda Mehdi sifəti var dedik. Buna razılaşdıq. Bütün peyğəmbərlər, adını bilmədiyimiz bir peyğəmbərdir. Peyğəmbərdirsə, o Allah tərəfindən hidayət olunmuşdur. Aha. Misalı çəkdim deyə onun üzərinə. Buyur. İsa əleyhissalamın üzərindən danışaq. Aha. İsa əleyhissalamın qayıdışında İmam Zaman əleyhissalama tabe olacağı bəllidir. Bəli. İsa əleyhissalamda Mehdilik sifəti varsa, niyə o 12 Mehdidən biri deyil? O 12 Mehdi əmir sahibi 12 Mehdidir. Bəs mən bu ziyarətnamə niyə görə o bu hissəsini işarə eləmişəm ki, muntazirun li əmrikum murtaqim, bir dövlətdə 2 dənə rəhbər əmir sahibi ola bilər? İsa əleyhissalam gələndə İmam Zaman ağanın dövləti olacaq. Biri danışan höccət olar, əmir sahibidir, biri susan. Danışan biridir. Susan danışana tabedir. Bəli. Düzdür, imam bir dənədir də, əmir sahibi bir dənədir. 12 imamın zamanında hansı peyğəmbər gəlirsə gəlsin, əmir sahibi 12 imam 12 Mehdidir. Onlar da Mehdidir ya, amma əmir sahibi deyil. Və rəvayətlərdə 12-nin bu keçməyinin səbəblərindən biri budur. 12 imamın əmir sahibi olaraq Mehdi olaraq gəlməni, həm də imam tək hidayət imamı deyil, Quran-Kərimdə cəhənnəmə aparan imamına da gedir. Mehdi ləqəbinin xüsusi olaraq qeyd olunmaqlarından biri də 12 hidayət imamının gəlməyidir. Yəni zəlalət imamlarına işarə eləmir. Əmir sahibi İmam cəmaata nisbəti verirsən. Biz bəllidir ki, 12 mən imam cəmaata nisbət verməmişəm. Onu izah eləmək üçün demişdim, qardaş. Bax sən niyə mənim demədiyim sözü? Mən yenə deyirəm, belə şeylərə ehtiyac yoxdur izahına. Qardaş, mən o sözü deməmişəm. Ehtiyac var, yoxdur deməmişəm. Boynuma qoyma. Mən o dediyim sözü sən izah eləyim niyə demişdim. Zəhmət olmasa İsa məsələsini, İsa əleyhissalamın məsələsini. Zəhmət olmasa bir dənə konkret olaraq izah elə ki, niyə o 12 Mehdidən biri olmur? Çünki 12 Mehdi 12 imamdır, o da 12 imamdan biri deyil. 12 imamdan biri deyil. Çünki sənin etiqadın budur ki, mənim etiqadım yox, hamının etiqadı. Sizin etiqadınız fərqli. Aha. 12 imam, 12 Mehdi kimi rəcət eləyəcəyinə görə İsa əleyhissalam 12 Mehdidən sayılmır. Düzdürmü? Bəli. Bunu deyirsiniz. İndi sən bunun qarşısına dəlil qoymalısan ki, 12 imam rəcət eləyəcək 12 Mehdidir. Bunu isbat eləməlisən. Dedim də, bayaqdan bəs mən nə üçün danışıram? Ay qardaş, o ziyarətnamə dəlil deyil də. Necə dəlil deyil? Sən bunu batil elə də. Bax, mən deyirəm ki, bu 12 imamın ziyarəti haqqında gəlmiş sözdür. 12 imamın 12-sini də Mehdi kimi bizə tanıtdırır imam. Onların Mehdi sifəti də inkar olunmur. Necə ki 124 min. Bildim də, həmin o Mehdilərin rəcətindən danışır. Rəcəti də inkar olunmur. Necə ki bildim də imam olan, Mehdi olan kəsin rəcətindən danışır, dövlət sahibi olmağından danışır və onun dövlətinin zuhurunun intizarını çəkməkdən danışır. Sən desən bu dəlil deyil. Qardaş, qoyursan dəlili, başa dönüm. Dəlil nə deyirsən? Nəyə deyirsən sən, qardaşım? Dəlil qoyursan bundan. Dəlil nəyə deyirsən sən? Dəlil deyirsən nəyə deyirəm? Sənin iddiavı deyirəm. Mən iddiama görə dəlil gətirmişəm. İddiam bu olub ki, 12 imamdan sonra, və yenə təkrar edirəm, bəlkə özünü içsəniz dəfə. 12 imamdan sonra 12 Mehdinin elə 12 imamın öz olduğu ilə bağlı dəlil. Əmir sahibləri, peyğəmbərlər hamısı əmir sahibi olublar. İmamlar hər biri peyğəmbərlər hamısı əmir sahibi olmayıb. Yəni öz dövrünün höccəti olub, o mənada deyilir də. Dövrünün höccəti olsa da əmir sahibi olmayıb. Həzrət İbrahimin dövründə Lut əmir sahibi idi. Qardaş, hamısı əmir sahibi olub. Necə əmir sahibi olub? İbrahim imam idi, Lut da imam idi.
o cüziyyətə getməyədi. Hər ikisi əmir sahibi. Yox, sualdan qaçmaq üçün deyirsən cüziyyətə getməyək. Əmir sahibi Susan. Yaxşı, Əli əleyhissalam olanda İmam Həsən əmir sahibi idi. Susan əmir sahibidir, bəli. Xeyr, Susan əmir sahibi olmur. Əmrin sahibi bir nəfər olur. Eyni vaxtda iki əmir sahibi ola bilir. Biri susandı, biri danışandı. Bunlar razılaşdınız mı bayaqlar? İmamət məqamı kimi o vəzifəyə ləyaqət baxımından hə, amma əmir sahibi bir nəfər, yəni biri birinə susan danışana əmr eləyə bilər. Yox, danışan da onsuz da əmir sahibi. Yox, susan imam, susmaq vəzifəsi olan imam. Zamanənin imamına əmr eləyə bilər. Susan danışana tabe olur. İcazə verir. Deməli əmr sahibi deyildi onun zamanında. Əmir sahibidir. Da qardaş Susan əmir sahibidir, ona tabe idi. Tabelik necə əmir sahibi olur? Mən birinə tabeyəmsə necə ona əmir sahibi ola bilərəm? Susan əmir sahibidir. Da qardaş o öz dövründə Susan əmir sahibi idi. Əmir sahibliyi ilə aparmadı. Hələ sən nə dediyin bir də yaxşı fikirləş, başına dönüm sən. Sən bilirsən ki, iki dənə imam var. Bunun ikisi də əmir sahibidir, bildik. Mən deyirəm ona ikisində ləyaqəti var. Yəni biri dünyasını dəyişsə, o birisi o məqamdadır. Zədəliyin haqqı olan tərəfi də var. Haqqla zədəl etmək. Batil. Sən batillə zədəl etmək. Batili haqqı qoyduq görə. Sən bir dənə mənə izah elə bunu ki, qardaş. Qardaş 5 dəqiqə qabaq mənə deyirsən ki, özünüz ikimizlə ki, razılaşdıq ki, imamın dövründə İsa əleyhissalam əmir sahibidir, amma imam zamana tabedir. Danışan höccət əmir sahibi deməmişəm ay qardaş. Sən mənim demədiyim sözləri nətər mənim boynuma qoyursan? İmam Həsən İmam Hüseyndən misal gətirək. Yox, bir dəqiqə üzr istəyirəm. Sonra deyirsən ki, yaddaşım yaxşıdır. Sən mənim bayaqdan neçə dəfə mənim demədiyim sözü sən mənim boynuma qoymusan. Mən Həzrəti İsa'ya, bir dəqiqə üzr istəyirəm də, bir dəqiqə. Mən Həzrəti İsa'ya əmir sahibi demişəm imam zamanında. Qardaş 124 min peyğəmbərin hamısı əmir sahibidir. Deməmişəm mən onu. Onu sən demisən, mən də inkar eləmişəm. Hətta Həzrəti İsa ilə İmam Zaman ağa məsələsində demişəm Məhdidir. İslamın dövründə, qardaş. Söhbəti fırlatmada bir dənə bu məsələni həll eləyək. Mən niyə adımla söz deyirsən? Əli İslamın dövründə İmam Həsən, İmam Hüseyn əmir sahibidir yoxsa yox? Əli əleyhissalamın dönəmində əmir sahibi İmam Əli əleyhissalam idi. Onlar o məqamdaydılar. Əgər Əli əleyhissalam dünyasını dəyişsəydi, olmasaydı, o məqamı yerinə yetirməyə ləyaqəti var idi. Amma Əli əleyhissalama əmr etmək səlahiyyətləri yox idi. Bəs biz nədən danışırıq? Deyirik onlar Susan... Sən deyirsən var idi də. Susan əmir sahibi, yəni başqa birinə tabe idi də. Qardaş, hədisi gətirirsən başa düşürəm. Mən buna görə qalxmışam. Mən hədisi gətirmişəm, sən başa düşmək istəmirsən. Başa düşmək yox, sən dəlil qoymamısan onu. Necə qoymamısan? Sənə ziyarətnamə oxumuşam ki, imam deyir ki, biz Mehdiləri ziyarət eləyəndə denən ki... Rəzzəti də biz qəbul edirik, 12 imamın rəzzətini də qəbul edirik, onlarda Mehdi sifətinin olmağını da qəbul edirik. Ancaq sən iddiam bu olub ki, 12 imamdan sonra gələcək 12 Mehdi ilə 12 imamın özüdür. Bununla bağlı da hələ... Bunu sən də deyirsən də, sən bəyəm qəbul eləmirsən. Əgər buydursa dəlilin, bu dəlil deyil. Əgər buydursa. Mən özümə deyirəm ki, yəni inanmıram ki, sən bu dəlili mən nə demək istədiyimi tam anlamış olmuşsan. Ona görə belə yanlışırsan. Sən dəlil gətirmirsən. Mən sənə deyirəm ki, İmam Hadi əleyhissalam deyir ki, Mehdilər var ha. Bu Mehdilərin, yəni 12 imamı Mehdi deyə xitab eləyir. Deyir ki, mən sizin qayıdışınıza iman gətirmişəm. Bu 12 imamın, 12 Mehdinin, 12 imam və Mehdi olaraq qayıdışını deyir, iman gətirmişəm. Hə? Onların qayıdışına, rəcət eləyəcəyinə etiqad eləmədiyimiz dedik biz. 12 imam kimi deyirsən eləməyəcək də. Mən də deyirəm 12 imam olan şəxs özünü Məhdi kimi tanıtdırır və qayıdışını və dövlətini və əmir sahibi olduğunu deyir. Qardaş, mən yekun olaraq bildim ki, sən bu əgər mələ gözlədiyimiz buydursa, hədis bunu gətirmisənsə, bu ziyarətnamədirsə, mən bir dənə son sözümü deyim, yəni bunu uzatmağına da yox. İxtiyar sahibisən. Qardaş, istəsən danışarsınız. Qardaş, bax keçən və dediyin iddianı gətirmədin. Ən azından mən necə gətirmədin, qardaş? Sən denən ki, gətirdin, qəbul eləmirəm, bu ayrı şeydir. Mən sənə hədis gətirmişəm, sən gətirmədin. Bu düz şeydir. Denən ki, gətirdin.
Mən qəbul eləmirəm bunu. Bu ayrı şeydir. Sən dediyin, çünki elədiyin iddia ilə bu gətirdiyim üst-üstə düşmədi. Mən nə iddia Sən eləmişdim ki? elədiyin iddia buydu ki, mənim əlimdə hədis var ki, Bu hədis 12 deyil. imamın- Hədis deyil. Bu hədis deyil, o hədis deyil. Hansı Dediyin hədis? Ha, sən hansısa hədisi Sənin gözləyirdin? iddia elədiyin hədis deyil. Ha. Hansı iddia elədin? Mən hədisin nə olduğunu demişdim ki sənə. Demişdin, dedin ki, mənim əlimdəki rəvayət deyir ki, Aha. 12 imamdan sonra gələcək 12 Mehdi, elə 12 imamın özüdür. Hə, bu da onu deyir də. Bu onu sən başa düşmürsən deyənə mən nə Onu edeyim? deyirsə, sən əgər onu elə başa düşüb danışırsansa, mənim sənə sözüm yox. Sən də bunu elə başa düşmürsənsə, mənim sənə sözüm yoxdur. Sən əgər bunu başa düşmürsənsə ki, burada Mehdi olan imamlar rəcət eləyəcək, həmin o imamlar da əmir sahibi olacaq, dövlət sahibi olacaq. Sən bunu başa düşmürsənsə, mənim sənə sözüm yoxdur. Necə? Deyirəm, sən bu Mehdi olan imamların qayıdıb rəcətdə əmir sahibi olan, dövlət sahibi olan kəslər olduğunu başa düşmürsənsə, mənim sənə sözüm yoxdur. Sənin dediyin, bax görsən özün mənaları dəyişirsən. Sözləri Nəyi məna dəyişirəm? verirsən özünə. Sən buradan İki bura imam 3 dəfə, ən azından 3 dəfə sənin səsini çıxarda bilərəm ki, sən mənim demədiyim sözü mənim boynuma qoymağa çalışmısan. Başa düşmədim. 3 dənə ən azından səs kəsib göstərə bilərəm ki sənə. Sən mənim demədiyim sözü mənim boynuma qoymağa çalışmısan. Sən mənim nə dediyimi ya başa düşmürsən, ya da ki beynində bir proqram qurursan, onu da yeritməyə çalışırsan. Yadıma düşmür sonra. Bayaq razılaşmışdın ki, əmir sahibi, bəli, əmir sahibidir, amma susan Mən əgər Həzrəti İsa'ya əmir sahibi demişəmsə, mübahilə eləyək. Nəylə? Etiqadım Mən Həzrəti İsa'ya əmir sahibi demişəmsə, mübahilə eləyək burada. Mübahilə eləsən bir bəhs dayanacaq ha, bilirsən? Yox, başqa variant qoymursan axı. Mübahilə eləsək, eləyəcəm. Qardaş, bax, and olayım amma eləyirəm sənə. Amma bir dənə şərtim var. Aha. 40 gün sonra mənim başıma heç bir şey gəlməsə, nə olacaq necə? Çıxıb tövbə eləyəcəksən burada. Nə dəxli var ya 40 gün sonra sənin başına nəzir gəlməməli. Bir il sonra nə vaxt qoy, bir dənə vaxt qoy ki, bu qədər vaxtı mübahisəni edir və nəticəsini gözləyir. Nə qədər müddət gözləyirsən və çıxıb burada mənim başıma heç bir şey gəlməsə, çıxıb burada tövbə eləyirsən. Razısan bundan? Tövbə niyə edirəm? Bəlkə Allah sənin bəlağı qiyamətə saxlayacaq. Qardaş, nəyin mübahisəsini edirsən bəs? Mən İsa əmir sahibidir deməmişəm. Mən İsa əmir sahibi, qulaq as. Mən İsa Allah qarşısında mən yalandan Allahın mələkləri şahid tuturamsa, burada şey olmadınsa da, burada cəzamı tapmayacamsa da qiyamətdə tapacam da. Nəticəsini necə biləcəksən? Qiyamətdə biləcəm də, Allahı yalandan şahid tutmuram. Burada isbat eləyə bilirsənsə, burada isbat elə. Yox, eybi yoxdur. Bu dünyada nə sənə bir şey olmasa, nə mənə bir şey olmasa, bunun mənim üçün önəmi yoxdur. Amma qiyamətdə ki Allah haqq hesab verəcək ya. Sən oyun oynayırsan, mübahilə eləyək deyirsən, mübahiləni... Yəni Allah qarşısında məsuliyyət ki, mən deyirəm ki sənə, deyirəm ki, bu mübahilənin nəticəsində, bir şey olmayacaqsa, bunun mənası nədir? Mənası o ki, bu dünyada olmayacaq, qiyamətdə görəcəksən də nədir? Sən Peyğəmbər ya, mən Peyğəmbərəm ki, duamızla bəla nazil olsun. İcazə ver, Peyğəmbər sallallahu mübahilə eləyəndə sən deyən kimi qiyaməti gözləyirdi. Peyğəmbərdir, məsumdur, duası rədd olunmur. Mən məsum, sən bəlkə məsumsan, o qədər arxaysan. Yox, sən Peyğəmbərin yolunu getmirsən. Gedirəm, nə olsun, mən bu gün sabahları elə bir əməl eləyə bilərəm ki, Allah bəda eləsin, mənim barəmdə olan təqdiri dəyişsin. Özündən yeni mübahilə kəşf eləməmsən ki, mübahiləni də Peyğəmbərdən öyrənmirsən. Qardaş, mən İsa əmir sahibidir deməmişəm. Mən demişəm ki, bütün Peyğəmbərlər, bax, hətta sən özün iddiavı mənim boynuma qoyursan. Mən demişəm ki, bütün Peyğəmbərlər Məhdi ola bilər, yəni hidayət xüsusiyyətini özündə daşıyır. Həzrəti İsa da həmçinin. Amma zuhur eləyəndə Həzrəti İsa İmam Zaman ağanın əmrinə tabi olacaq. Əmr sahibi olacaq Həzrəti Məhdi. Mən Həzrəti İsa'ya əmr sahibi deməmişəm. Hə, öz zamanında imam idi, əmr sahibi idi, o öz yerində. Yoxsa yox. Necə? Seyyid-i Şühada sifəti ilə qayıdacaq, yoxsa yox.
Mənim hər deməm deyirdin elə Mehdi sifəti ilə də qayıdacaq. Mən sənə izah edirdim ki, qardaş Mehdi sifətdir. Biz məqamdan danışırıq. 12 Mehdi məqamından danışırıq. Sən indi deyirsən ki, İsa da bütün peyğəmbərlər Mehdidir, amma qaydada 12 Mehdi sifət olaraq o sifətdədirlər, amma məqam olaraq 12 Mehdi məqamında deyillər. Onlar 12. Mən 12 Mehdidən deyil, ona görə ki, əmir sahibi deyil. O 12 Mehdi həm də əmir sahibidir. Kimlər olduğu bəllidir. Ona görə düzdürmü sənin üçün? O 12 Mehdi mənim üçün 12 imamdır və onlar əmir sahibidir. Və onun 12 imamın, 12 Mehdinin 12 imam olması ilə bağlı dəlil istədim mən səndən orada. Mən də onu gətirdim. Mən də onu gətirdim. Sən rəzətlə bağlı gətirmirsən, bir də sifətlərini saymırsan. Mən deyirəm o sifətlər, İsa əleyhissalamın da rəzəti var, İsa əleyhissalamın da Mehdi sifəti. Mən də deyirəm ki, İsa əleyhissalam bəli, rəzəti var. Rəzəti var. Mən onu inkar eləmirəm. İsa əleyhissalam Mehdilərdən biridir. Və bizim etiqad budur. 12 Mehdidən biridir. Bəli. Dəlilin nədir yaxşı? İsa əleyhissalam Dəlilin nədir? onun rəzəti, dəlil nədir? Sən deyən kimi İsa əleyhissalamın gəlişi və onda Mehdi sifətinin olması. Gətir İsa əleyhissalamın sən də Aha. 12 imamın sözü kimi dəlilini, hədisini gətir. Mən hədisə istinadən demişəm. Mən qəbul Sən istinadən demişsən ki, 12 oxuduqlarım. imam, 12 Mehdi ilə O 2 dənə oxuduğum. Mən oxuduğumda imam həm də əmir sahibidir. Həm əmir sahibi olaraq gəlir, həm Mehdi olaraq gəlir. Sən də deyirsənsə ki, İsa da əmir sahibi, tamam, öz qövmündə əmir sahibidir. Gələndə, rəzət eləyəndə mən deyirəm ki, İsa başqa rəvayətlərə əsasən Mehdi əleyhissalamın əmrinə tabe olacaq. Bunu sən də bilirsən, mən də bilirəm. Biz də o iddiadayıq ki, imama tabedir o da. Amma 12 dənədən deyil. 12 dənə Mehdi ki var ha, 12 dənə Mehdi. Mənim elə o 12 Mehdinin 12 imam olduğunun isbatına çalışmağım onların həm də əmir sahibi olaraq öz zamanlarında Mehdi xüsusiyyəti ilə imamət etməyinin çalışıram mən. Sən də deyirsənsə ki, Həzrəti İsa bəli, bütün peyğəmbərlər Mehdidir. Bütün peyğəmbərlər Mehdi sifətinə malik idi və bu günlərim gələndə 12 Mehdidən biri olacaq. Yox. İsa 12 imamdan biridir. Yox, mən bunu dediyim, bu sənin məntiqin də. Mənim məntiqim 12 imam barəsində birinci Əli əleyhissalamdan başlayıb İmam Zamana qədər qutarandır. Sən də deyirsənsə ki, İsa o 12 dənədən biridir, hə, mən sənə bir söz demirəm. Hansı 12 imamdan biridir? Mən bu məntiqlə deyirəm ki, 12 dənə imamımız var. Peyğəmbərdən sonra 12 imamımız var. Birincisi Əli ibn Əbu Talibdən başlayaraq 12-cisi Həzrət İmam Zaman ağaya qədər. Bu 12 imam əmir sahibi olaraq, Mehdi olaraq rəzət eləyəcək. Sən deyirsən İsa 12 dənədən biridir. Sən də İsanı 12 imamdan biri qəbul eləyirsənsə heç nə, mənim sözüm yox. 12 imamdan biri yox. 12 Mehdidən biri. Və bayaqdan mənə nəyə sübut eləməsən? Mən 12 imam deyəndə, 12 Mehdi deyəndə 12 imamı deyirəm. Onda icazə verin tamaşaçılar adından xahiş eləməsin ki, üzəndə. Tamaşaçılar adından bayaqdan bəri sizə qulaq asırıq. Sizin söhbətinizdən başa düşdüyümüzün yekun nəticəsini biz deyək. Ki, bayaqdan bu qulaq asırıq da sizə. Əslində, siz deməli, hələ də bu ortaq məxrəcə gəlməmişsiniz ki, bir-birinizdən nə istəyirsiniz? Konkret olaraq nə lazımdır sizə? Nə istəyirsiniz? Hələ onu bir dənə dəqiqləşdirə bilməmişsiniz.